da bilməli imtahanda testdə səhv yazar. Bu mövzu elə bir mövzudur. Məntiq tələb edən və doğru cavabı hər zaman tapa biləcəyiniz bir testdir. Biz sizinlə bugün universal öyrənmə dizaynı haqqında danışacağıq. Universal öyrənmə dizaynı. Sizə ad fərqli gələ bilər və bu sizi birlikdə narahat edə bilər ki, ay necə çətin mövzudur. Görürsən, ilk dəfədir belə bir anlayış eşidirəm. Universal öyrənmə dizaynı adına baxın, öyrənmənin, yəni universallığıdır. Hamı üçün əlçatan olmasını xatırladan bir ifadədir. Birləşmiş Millətlər Təşkilatı, yəni BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyada universal dizayn, əşya, yəni şərait, proqramlar və xidmətlərin xüsusi dizaynda zərurət olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı olmasını təmin edən dizayndır. Yəni, əslində universal öyrənmə dizayn desə də, deyir ki, heç bir xüsusi dizayna ehtiyac olmadan bütün insanların istifadəsinə maksimum dərəcədə yararlı olan bir dizayndır. Yəni, belə deyək də, əlverişli mühit olsun, deyir. Xüsusi olaraq təşkilatçılığa, xüsusi olaraq hər hansısa bir belə deyək də, tərtibata ehtiyac yox. Bu dizayn, yəni universal öyrənmə dizayn deyir ki, xüsusi bir prinsiplərə, xüsusi bir alətlərə, xüsusi texnologiyaya ehtiyac yoxdur. Sadəcə mühiti ilə təşkil edirsən ki, qrup hamı üçün, mühit hamı üçün əlverişli və əlçatan imkanlara malik olsun. Universal öyrənmə dizaynının prinsipləri var. Yəni biz universal öyrənmə dizaynı, yəni normal inkişaf edici mühitdə belə deyək, təşkil edərkən, universal dizayn təşkil edərkən 3 əsas prinsipə diqqət edirik. Birincisi, təqdimatın müxtəlif vasitələri. Yəni biz uşaqlara məlumat və məzmunu müxtəlif vasitələrlə təqdim olunmasına nail olmalıyıq. Bu özü ilə universallığın nəzərə alınmasıdır. Təqdimatı, yəni uşaqlara məlumatı, məşğələnin məzmununu müxtəlif vasitələrlə təqdim edirik. İkincisi, fəaliyyət və özünü ifadənin müxtəlif vasitələri. Yenə də deyir ki, uşaqlar öyrəndiklərini, biliklərini rahat şəkildə müxtəlif vasitələrlə ifadə edə bilsinlər. Bunun üçün mühit yenə də fəaliyyətdə və özünü ifadəni müxtəlif vasitələrlə təmin etməliyik. Üçüncüsü isə iştirakın, yəni uşaqların fəaliyyətə cəlb olunmasının müxtəlif vasitələri. Öyrənmək üçün onların maraqlarının və motivasiyasının təşkili. Fikir verdiniz? Sadəcə olaraq deyir ki, hamı üçün əlçatan, əlverişli, rahat olsun, hamını məşğələyə, fəaliyyətə cəlb et, hamını təmin et, bütün uşaqların fəaliyyətdə iştirakına nail ol və onları müxtəlif üsullarla, müxtəlif vasitələrlə fəaliyyətə cəlb et. Bu, universal öyrənmə dizaynının əsas prinsipidir. Yəni, əlverişli olsun, əlçatan olsun, hamının imkanlarına cavab versin. Yəni, qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq güşələrin, yəni qrupbanın, qrupdakı vəsaitlərin, qrupdakı güşələrin, avadanlıqların, resursların bütün uşaqların istifadəsinə uyğunluğu, əlçatanlığı və uyğunluğunu təmin etməyi tələb edir. Universal öyrənmə dizaynı da təşkil edərkən biz bir sıra məsələləri nəzərdə saxlamalıyıq. Dediyim kimi, yəni güşələri. Qısaca indi burada kitab. Deyək ki, mütləq şəkildə mərkəzlər, yəni güşələr aşağıdakı tələblər nəzərə alınmaqla təşkil olunmalıdır. Uşaqların yaşı, cinsi, inkişaf səviyyəsi, fərdi xüsusiyyətləri, meyl maraqları, interyerin, yəni qrup otağının ev şəraitinə oxşar olması, uşaqların güşələrdə, yəni mərkəzlərdə, fəaliyyət mərkəzlərində müstəqil fəaliyyəti, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün şərait və həm uşaqların fərdi, həm də qrup şəklində eksperimentlər və tədqiqatlar apara bilməsi üçün şərait yaradılmalıdır. Bu, güşələri təşkil edərkən diqqət etməli olduğumuz əsas məqamlardır. Bəs biz güşələri təşkil edərkən, yəni fəaliyyət mərkəzlərini təşkil edərkən nələrə diqqət edirik? Mərkəzlərlə uşaqları tanış etməli. Oradakı avadanlıqlarla onları tanış etməli. Onların istifadəsinə yollarını göstərməli. Ehtiyac olduqda təbii ki, mütləq şəkildə güşələrdəki materialların istifadəsini uşaqlara tanış edirik. Burada var keçid anlayışı. Keçid anlayışı haqqında burada məlumat azdır. Əslində ümumiyyətlə, yəni keçid anlayışı çox asan bir şeydir. Keçid anlayışı nədir? Keçid anlayışı uşaqların bir fəaliyyətdən başqa bir fəaliyyətə qədəm keçməsidir, növbəti mərhələyə. Məsəl üçün, bir fəaliyyəti
növbəti mərhələyə keçməsini əlaqələndirməkdir. Məsəl üçün, oyun məşğələsindən, oyun fəaliyyətindən sonra tutaq ki, həyətyanı sahəyə çıxış eləyəcəyik və yaxud da oyundan sonra musiqi zalına gediş və yaxud da səhər fəaliyyəti bilirsiniz, səhər bizim uşaqlara onlar gəldikcə səhər yeməyinə qədər müəyyən fəaliyyətlərimiz olur. Oyuncaqlar da veririk bəzən səhər stol, siçaq oyunları. Onlar üçün oyuncaqlardan ayrılmaq çətindir. Bax, keçid anlayışı budur. Uşaqlara xəbərdarlıq edirik. Yəni, uşaqların fəaliyyətinin idarə edilməsində qrupda stresli, xaoslu vəziyyətləri, mərhələdən mərhələyə keçidi, növbəti mərhələyə keçmək vaxtını uşaqlara əvvəlcədən xəbərdar etmək anlayışıdır keçid anlayışı. Yəni, biz uşaqlara etdikləri işləri bitirib, növbəti fəaliyyətə birlikdə psixoloji olaraq hazırlığını təmin edirik. Bunun üçün biz hər bir keçidin öz komandası, siqnallar ola bilər, musiqi ola bilər, müəllimənin bir çıtma çalması, əl çalması, hansısa bir kukla personajından istifadə etməsi, səs tonunu dəyişməsi. Yəni uşaqlar, məsəl üçün mən əl çalıram tez-tez, 3 dəfə əl çalıram. Deyirəm ki, uşaqlar hazırlaşın, indi musiqi zalına gedirik. Bu keçid anlayışıdır. Bir var ki, birdən-birə oyuncaqlar tökülmüş vəziyyətdə, belə deyək də, heç bir xəbərdarlıqram oyuncaqları və deyirəm ki, getdik musiqiyə. Bu zaman uşaqlar üçün oyuncaqlardan ayrılmaq, əlindəki oyuncağı şkafa qoymaq çətin olur. Ən çətin, belə deyək də, fəaliyyəti yarımçıq qoyub başqasına keçməkdir uşaqlar üçün. Burada ən çox da dediyim kimi oyunun içində olanda birdən-birə dayandır deyəndə uşaqlarda narahatlıq yaranır, etiraz yaranır. Amma əslində keçid anlayışı bizə bir mərhələni bağlayıb digərinə keçməyə körpü salan bir mexanizmdir. Belə ki, müəllim burada elə bil ki, yumşaq, planlı quranda keçidi uşaq üçün emosional vəziyyət də sabit olur. Yəni, heç bir daxili etirazla qarşılaşmır. Fikir vermisiniz də, uşaqlar, məsəl üçün, dediyim kimi, oyuncaqları yığışdırmaq istəmirlər, qoymaq istəmirlər, ağlayırlar. 3-ü 5-i sıraya düzülür, getməyə tutaq ki, ikisinin etirazı ilə qarşılaşırsan, ağlaması ilə qarşılaşırsan. Bu keçid anlayışıdır. Deməli, keçid anlayışının praktik əhəmiyyəti ondan ibarətdir ki, uşaq bir fəaliyyətdən digərinə planlı və aydın şəkildə keçir. Uşaqlara oyunu tamamlamağa rahatlığı və məmnuniyyət verir. Uşaqlarda özünü tənzimləmə bacarığı inkişaf etdirir. Müəlliməyə gününü planlı təşkil etməyə zəmin yaradır. Əgər deyir planlama fəaliyyət tərbiyəçi keçidləri planlamazsa, uşaqlarda narahatlıq, etiraz, emosional gərginliyə səbəb ola bilər. Bunun da bir neçə versiyası var. Bayaq dediyim kimi, şəkillər ola bilər. Mən plakatlardan istifadə edib uşaqlara keçidlərimizi, yəni hansı fəaliyyətə keçid edəcəyimizi göstərirəm. Səsli siqnallar, əl çalmaq, zınqrovumuz ola bilər. Bəzi müəllimələrin zınqrovu da olur, belə dın-dın dınqıldadır. Uşaqlar artıq bilir ki, nəyinsə xəbərdarlığıdır. Məsələn, hansısa bir musiqi fraqmenti ola bilər. Bir neçə dəqiqədən bir xatırlatma eləməliyik uşaqlara. Yəni 10 dəqiqə, 15 dəqiqə qalmışdan etibarən uşaqlara, məsələn, uşaqlar oyunumuzun bitməsinə 15 dəqiqə qalıb, oyunumuzun bitməsinə 5 dəqiqə qalıb, oyunumuzun bitməsinə 2 dəqiqə qalıb deyə biz vaxtı təkrarlatmaqla uşaqların həm emosional, həm də belə də psixoloji hazırlığını keçidə hazır edirik. Keçidlər müxtəlif olur müəllimlər. Motivasiya verici keçid ola bilər, vəd verici keçid ola bilər. Bu biraz elə bil ki, deyir uşaqlar, oyuncaqlarımızı yığaq, indi sizinlə maraqlı və gözəl oyun məşğələyə keçirilirsə belə bir şey ifadə vardır. Soruşurdu ki, burada hansı keçiddən istifadə olunur? Motivasiya verici keçid. Niyə motivasiya keçid? Çünki orada müəllimə suggest edir ki, indi sizinlə maraqlı və əyləncəli idi. Yox, əyləncəli deyil əslində. Yəni belə bir testdə bu nəfəs texnikası da ola bilər, özünü tənzimləmə də ola bilər. Məsəl üçün müəllimə uşaqlara dediyim kimi saya bilər. Eyni zamanda özünü tənzimləməsi üçün nəfəs al, nəfəs ver, donduq siqnalı deyir, donduq siqnalı. Məsəl üçün elə bil ki, bir fəaliyyətdən başqa fəaliyyətə keçməni əyləncəli etmək üçün nəfəs texnikası, özünü tənzimləmə, yumşaq keçid, vəd verici keçid, motivasiya verici keçid kimi istifadə eləmək olar. Yəni bu artıq müəllimənin belə də yaradıcılığına
qalmış bir şeydir. Mütləq şəkildə xəbərdarlıqlar olmalı, gözləmə vaxtı verilməli, uşaqlara fəaliyyətin, yəni bitməsinə son dəqiqələr, son anlar qaldığını vaxtaşırı xatırlatmaq lazımdır. Bu bizim keçid anlayışımızdır. Sadə və primitiv bir şeydir, bir belə məlumatdır. Sonra fəaliyyət mərkəzlərində tərbiyəçi müəllim nə etməlidir? Təbii ki, mərkəzləri idarə etməlidir, uşaq yerləşməsini, sayını nəzərə almalıdır ki, deyir, güşələr otağı doldurmaq üçün yox, öyrətmə və öyrənmə prosesinə dəstək olmaq və əks əlaqə yaratmaq üçün mühitdir. Fəaliyyət mərkəzlərində uşaqların fəaliyyətləri dəyərləndirilməli, uşaqların inkişafı izlənilməlidir. Tərbiyəçi uşaqlara davamlı olaraq fəaliyyət mərkəzlərində iştirakını təmin etməlidir və mərkəzlərdə uşaqlar arasında, yəni güşələrdə konfliktlər olar zaman müəllimə müdaxilə etməli, əvvəlcədən tədbirlər götürməlidir. Biz elə eləməliyik ki, fəaliyyət mərkəzləri zaten bilirsiniz ki, uşaq güşələrdə müəyyən bir sayda iştirak eləyə bilir də. Bütün uşaqlar bir güşənin başında toplaşa bilmir ki, bu əhatə baxımından ola bilər, bu uşaq sayından asılı ola bilər, bu güşədəki materiallardan ibarət ola bilər, materialların sayından və s. Müəllim əvvəlcə güşə neçə nəfərlikdir, eyni zamanda neçə nəfər fəaliyyət göstərə bilər, materiallar əlçatandırmı, nəyi azalda bilər, nəyi götürə bilər, nəyi artıra bilər. Təbii ki, hər şey bilirsiniz ki, bizim əlimizin altındadır, belə deyək. Burada təlimdə modifikasiya və akkomodasiya deyilən bir anlayış var. Təlimin modifikasiyası və akkomodasiyası yeni terminlərdir. Bunlar yeni 2 dənə ifadə tanıyacağıq sizinlə. Təlimin akkomodasiyası və təlimin modifikasiyası. Təlimin akkomodasiyası deyir ki, tədris materialının məzmunu və mürəkkəbliyi dəyişmədən təlimin xarakterini dəyişmək. Məsəl üçün, deyir, uşaqlara riyazi bir bacarıq öyrədirsən və uşaq saç çöpləri ilə nəsə işləməlidir. Çubuqlar yoxdur, saç çubuqları, saç çöpü. Uşaqlar deyir, məsəl üçün, kiçik motor bacarıqları ilə fiziki hərəkətləri zəif olan uşaqlar saç çöpləri ilə işləməkdə çətinlik çəkir. Müəllim bu çətinliyi aradan qaldırmaq üçün uşağa saç çöpləri yerinə karton qutu verirəm. Balaca qutular verirəm, balaca qutular ki, bu çöpləri yox, kardonları saysın, qutuları saysın. Və yaxud da qutunun içinə qoyuram ki, çöpləri o sayarkən oradan dağılmasın. Bu zaman mən nə etdim? Uşaqların diqqətini tapşırığın yerinə yetirməsinə cəmlədim. Onun qarşılaşa biləcəyi maneələri, çətinliyi aradan qaldırdım. Nə etdim? Tədris materialının məzmununu və mürəkkəbliyini dəyişmədim. Sadəcə olaraq xarakteri dəyişdim. Yəni qutunun içində saysın. Ovucunda saymasın, qutuda saysın. Belə bir şey. Yəni heç bir dəyişiklik olmur. Uyğunlaşdırırsan sadəcə olaraq bağlıdır. Məsəl üçün, uşaq biri tutaq ki, çəngəllə yemək yeyə bilmir, kartof qızartması məsəl üçün. Sən ona qaşıq verirsən, qaşıqla yesin. Əsas odur ki, o yeməyi yesin. Yəni akkomodasiya, uyğunlaşdırma belə bir şeydir. Sən materialı dəyişmirsən, mürəkkəbliyini, məzmununu dəyişmədən xarakterini dəyişdirirsən. Uşağın iştirakına daha zəmin yaradırsan. Məsəl üçün, fiziki mühitin akkomodasiyasına nümunə göstərim, bəlkə sizin üçün daha belə aydın olar. Deyir ki, əgər görmə çətinliyi olan bir uşaq varsa qrupunda, onu neyirsən? Özünə yaxın əyləşdirirsən, lövhəyə yaxın əyləşdirirsən, vəssalam. Əsas odur ki, o görmə zəifliyi var. Yenə də fəaliyyəti görüb yerinə yetirsin. Bax, bu uyğunlaşdırmadır. Bir də var modifikasiya, dəyişdirmə. Təlimin modifikasiyası isə deyir, təlim materialının məzmununun da, materialının da anlamı baxımından mürəkkəbliyini də dəyişirsən, təlimin xarakterini də dəyişirsən. Məsəl üçün, deyir, uşaqları ekskursiya aparmışıq. Düzü, burada nümunə biraz məktəbi yaşına aiddir. Uşaqları təsəvvür edin ki, ekskursiya aparmışıq və fəaliyyət tapşırıq vermişik ki, uşaqlar gedib gəldikdən sonra gördüklərini, məsəl üçün, danışsınlar. Gördükləri haqqında bir neçə cümlədən ibarət bir təqdimat hazırlasınlar. Uşaqlardan biri isə danışmaq istəmədiyini, bunu yazmaq istədiyini və yaxud da bir şəklini çəkmək istədiyini bildirir. Əgər mən həmin uşağa onun yazısını yazmağı ya da şəklini çəkməyə icazə verirəmsə, bu təlimin modifikasiyasıdır. Yəni dəyişdirdim.
Yəni təlim materialının məzmununu və mürəkkəbliyini, anlama baxımından mürəkkəbliyini dəyişməklə təlimi dəyişdirdim həmin uşaq üçün. Çünki onun gücü buna çatır. Bu olacaq modifikasiya, yəni dəyişdirmə. Bu hamısı eyni şeydir. Deməli hamısı nədir? Hamısı qrup otağıdır. Təsəvvür edin ki, mən sizə ancaq öz qrupamdan, yəni Cahan müəllimənin qrupundan danışıram. Mənim qrupumda belə olmalıdır, mənim qrupumda elə olmalıdır. Bizim qrupumuz uşaqlarından, yəni bizim qrup otağımız, qrupələrimiz, materiallarımız olan qrupda öyrədici, inkişaf etdirici və dəstəkləyici olur. Öyrədici nədir? Öyrədici təlim mühiti, yəni qrup otağındakı materiallar məzmunca uşağı öyrətməlidir. Nə öyrədir uşağa? Bizə uşağı öyrətmək üçün nələr lazımdır? Əsas odur ki, biz təlim-tərbiyə prosesinə qarşımıza qoyulan təlimi məzmununu uşaqlara öyrədək, belə deyək. Öyrətmək üçün bizə lazımdır əşyavi mühit, yəni əşyalar, qrup otağındakı resurslar, informasiya mühiti, uşağın informasiya ala biləcəyi istənilən şəxs, istənilən belə deyək də, avadanlıqlar, istənilən materiallar. Üçüncü isə sosial psixoloji mühit, yəni uşaq sosial psixoloji olaraq rahat, gərgin olmayan, rahat mühitdə olmalıdır ki, öyrənmə baş versin. Lurində belə. Yaxşı, əşyavi mühitə nələr daxildir? Əşyavi mühitə qrupamı, yəni uşaqları əhatə edən müəssisə daxili əşyalar, müəssisə daxili avadanlıqlar və ləvazimatlar aiddir. Bir növ resurslar, yəni qrup otağındakı, güşələrdəki resurslar daxildir. İnformasiya mühitinə isə uşaqları məlumat əldə edə biləcəyi, yəni məlumat öyrənə biləcəyi istənilən əşya, istənilən material, istənilən insan informasiya mühitinə daxildir. Çünki uşaq həm bağçada, həm məktəbdə, həm də məktəbdən kənar müəssisələrdə tərbiyəçidən, dərslikdən, müəllimdən, əyani və didaktik vəsaitlərdən, televiziyadan, qəzetdən, mətbuatdan, radiodan, ensiklopedik kitablardan və s. və ilaxırdan, kompüterdən, telefondan, teatrdan, muzeydən nə edir? Məlumat əldə edir. Ona görə də bura biz informasiya mühiti adlandırırıq. Sosial psixoloji mühiti isə uşaqların təlimə həvəsinin formalaşmasına təsir edən sosial əlaqəni nəzərdə tutur. Yəni, tərbiyəçilərlə, valideynlərlə və digər uşaqlarla olan sağlam sosial psixoloji mühit uşağın təlimə həvəsini formalaşdırır. Uşaq həm tədris, həm də sosial xarakterli problemlərin öhdəsindən məhz sağlam sosial psixoloji mühitdə olarkən belə problemlərin öhdəsindən gəlir. Bu qədər sadə. İnkişaf edici mühitin də özünün əsas komponentləri var. Fiziki mühit, sosial mühit, zaman mühiti, üç əsas komponenti var. Fiziki mühit qrup otağındakı bütün avadanlıqlar daxildir. Bura aiddir mebellər, kravatlar, çarpaylar, dizaynlar, güşələr, materiallar, resurslar, hər şey. Qrupda olan A-dan Z-yə hər şey fiziki mühitdir. Bunu bəzən yəni əşyalar fiziki mühitdir. Biz bunu sizinlə riyaziyyat məşğələsini keçəndə əşyavi modelləşdirmə, yəni fiziki modellər deyilən anlayış haqqında da danışacağıq. Fiziki mühit nə oldu? Qrup otağındakı hər şey. Sosial mühit, yəni insan faktoru, qrup otağında olan yaşıdları, uşaqların müəlliməsi, tərbiyəçi, psixoloq, valideyn və digər böyüklərlə əlaqəni nəzərdə tutur. İnsan faktorumuz. Yəni sosial faktor deyəndə, insan faktoru deyəndə qrupa daxil olan hər kəs sosial faktordur. Zaman mühiti isə zaman adından göründüyü kimi təlim proqramını əhatə edən gün ərzindəki proseslər, fəaliyyətlərin müddəti, vaxtı, məşğələlər, məşğələnin müddəti, gün rejimi, adaptasiya müddəti, yəni A-dan Z-yə bütün fəaliyyətlər məhz müəyyən bir zaman çərçivəsində, zaman daxilində baş verir. Zaman anlayışı, gün ərzindəki fəaliyyətlər və onların müddəti, ardıcıllığı və vaxtı. Birinci gəldi fiziki mühit. Fiziki mühitə bayaq qeyd elədik də, yox, dedik olan. Biz bir neçə prinsip haqqında danışacağım. Dediyim kimi, biraz çətin gələ bilər. Amma
məzmununu başa düşsəniz kifayətdir. Deməli, biz tərbiyəçi müəllimlər ümumiyyətlə, keçən dəfə danışdıq ki, sizinlə didaktik prinsiplər var, tərbiyəçi müəllim məktəbəqədər təhsil məzmununu reallaşdırarkən diqqət edir. Sonra təlimin təşkili prinsipləri var. Yəni bir çox anlayışın, bir çox məsələnin prinsipləri var. Prinsip bir qanuna uyğunluqdur, yəni hansı ardıcıllıqla, hansı nizam-intizamla birlikdə fəaliyyətlər təşkil olunmalıdır. Eləcə də güşələrin də təşkilinin bir prinsipi var, bir qanuna uyğunluğu var. Yəni körtəbii deyil də heç nə. Biz əgər kitab güşəsinə və yaxud da nə bilim nəqliyyat güşəsinə hər hansı bir avadanlıq qoyuruqsa, əslində bunun bir səbəbi var. Nədir səbəbi? Nəyisə xidmət edir. Deməli biz güşələr təşkil edərkən müəllimlər sizinlə inkişaf edici mühitin 8 prinsipi ilə tanış olacağıq. Burada kitabda adları çətin yazılıb. Oxuyarkən çətinlik çəkə bilərsiniz. Niyə? Çünki tərcümə olunub. Birisi də tərcümə. Deməli, birinci prinsip qarşılıqlı münasibətdə məsafə mövqe prinsipidir. Deyir ki, tərbiyəçi qrup otağının əvvəlcə qoyulduğunu izah edeyim. Təşkil edərkən qrup otağında fəaliyyət mərkəzlərini bir-birindən aralı təşkil etməlidir ki, uşaqlar bir-birinə mane olmasınlar, qarşılıqlı şəkildə oynaya bilsinlər, fəaliyyət göstərə bilsinlər. Deməli, məsafə mövqe prinsipi böyük və uşaqlar arasında əlaqəni yaratmağa, tərəfdaşlıq mövqeyini nəzərə almağa, yəni uşaqlar qarşılıqlı şəkildə bir-biri ilə tərəfdaş olsunlar, uşaqların fərdi avadanlıqlarının yerinin seçilməsinə, eyni zamanda müxtəlif mebellərin yerləşməsinə və fəaliyyət mərkəzlərindəki optimal məsafəyə tərbiyəçi nəzarət etməlidir. Bunu biz eləyirik zaten. Biz təşkil edəndə çalışırıq ki, kitab güşəsi pəncərəyə yaxın olsun, tutaq ki, ətraf aləmlə tanışlıq, daha doğrusu təbiət güşəsi, təsviri fəaliyyət güşəsi bizə yaxın olsun ki, biz onları hər məşğələdə istifadə edirik. Düzdür? Bu cür təşkil edirsiniz də dizaynı, elə edirsiniz ki, sizə lazım olan materiallar sizə yaxın olsun. Və yaxud da maşın güşəsi falan yerdə olsun, kitab güşəsi pəncərəyə yaxın olsun. Bu özü elə bu prinsipdir. Və uşaqlar orada rahatlıqla kitab güşəsinə döşəkçələr tikdirirsiniz. Bunların özü elə bu deməkdir. İkincisi, fəaliyyətdə və müstəqildə yaradıcılıq prinsipi deyir ki, tərbiyəçi güşələri elə təşkil etməlidir ki, uşaqlar orada rahat şəkildə özünü göstərsin, həm oynasın, həm didaktik vəsaitlərdən, həm də yaradıcılıq fəaliyyətlərində məşğul ola bilsin. Baxın, fəaliyyətdə müstəqillik və yaradıcılıq prinsipi. Üçüncü prinsip inteqrasiya və çeviklik prinsipidir. Adını inteqrasiya sözü sizə tanışdır, əlaqələndirməkdir. Deyir ki, tərbiyəçi qrupun sahəsini elə təşkil etməlidir ki, yəni qrup otağını, təbii ki, bağçanı biz tikmirik ki, qrup otağını, yəni fəaliyyətlərini elə təşkil etməlidir ki, uşaqlar bir-birinə mane olmadan güşələri əlaqələndirərək musiqi, rəsm, konstruksiya, illüstrasiyalar, kitablara baxış kimi fəaliyyətləri təşkil edə bilsinlər. Yəni, o güşədən bu güşəyə material apara bilsin. O güşədən bu güşəyə material daşıya bilsin. Təbii ki, oynadıqdan sonra da yerinə qoyacaq. İnteqrasiya əlaqələndirməkdir. Növbəti prinsip deyir ki, bu biraz uzun da adı, deyir, ətraf mühitin emosional təbiəti və hər bir uşağın böyüklərlə fərdi rahatlığı və emosional rifahı prinsipi. Cümlə olduqca uzundur. Primitiv şəkildə deyir ki, ətraf mühit elə təşkil olunmalıdır ki, uşaqlar müxtəlif elementlərlə qarşılıqlı əlaqəsi güclənsin və uşaqlarda mən obrazı formalaşsın. Böyüklərlə münasibətdə fərdi rahatlığı və emosional rifahı təmin olunsun. Yəni, Lordində desək, uşaqlara imkan verməlisən ki, güşələrlə məşğul ola bilsin, güşələrdə istifadə edə bilsin. 5-ci prinsip deyir ki, ətraf mühiti estetik təşkili və qeyri-adi elementlərdən istifadə. Yəni, güşələrin təşkilində qeyri-adi elementlərdən istifadə. Bilirsiniz ki, ənənəvi yanaşmada, ənənəvi vaxtlarda standart olaraq güşələr təşkil olunurdu, uşaqlara əl vurmağa qoyulmurdu, nə bilim, güşələri, qrup otağını qeyri-adi elementlərlə bəzəyək. Məsəl üçün, sizə keçən dəfə kitab güşəsi göstərmişdim. Divarda müəllimə ağac çəkdirir, ora polkalar vurdurur, döşəkçələr tikdirir. Niyə? Qeyri-adi elementlərdən estetik tərtibatda istifadə edir ona görə. Bu prinsip budur. Qeyri-adilik. Hətta deyir, Avropa, Asiya ölkələrinin də elementlərindən istifadə edə bilərsən. Məsəl üçün, əgər mən qrup otağıma
Məsəl üçün Türkiyənin milli günü, bayram günü ilə bağlı, hansısa bir ölkənin xüsusi bir günü ilə bağlı bir toxunuşlar, bir bayram, bir şənlik, bir güşə, kiçik bir müvəqqəti güşə təşkil edirəmsə, bu özü elə belə qeyri-adi elementlərdən istifadə prinsipini əhatə edir. 6-cı prinsip açıqlıq, qapalılıqdır. Qeyd edim ki, bu da bu 23-cü ilin ilk sualı olur. Yoxsa 21-in idi bu? 23-ün idi bu. Bir sual vardı. Əvvəlcə sual deyim, sonra izah edəcəm. Deyir ki, tərbiyəçi müəllim qrup otağında, təbiət güşəsində müxtəlif insan, müxtəlif irqdən, cinsdən və yaşdan olan insan şəkilləri asır təbiət güşəsində. Deyir, bunun səbəbi nədir? Hə, üzürlüsən. İnsan şəkilləri asır, bunun səbəbi nədir? Variantlar var idi, bir-birinə çox yaxın. Yəni, indi mən sizə deyəndə deyəcəksiniz ki, əşi nə var? Bunu mən də yazardım. Amma inanın ki, ən çox düşündüyüm, üzərində qaldığım suallardan biri idi. Çünki cavablar bir-birinə çox yaxın idi. Və axırda bir variant var idi. İnsanla təbiətin vəhdəti. Belə bir cümlə var idi. Yəni, insanla təbiətin vəhdətini aşılamaq mənası belə bir cümlə var idi. Onu seçdim axırda təbii ki, düz oldu. Və o prinsip bax burdandır. Açıqlıq, qapalılıq prinsipi idi. İnkişaf edici mitin təşkilinə aiddir. Yəni deyir, biz əgər güşədə, qrup otağında təbiət güşəsinə insan şəkilləri qoyuruqsa, bunun səbəbi nədir? Təbiət güşəsində nələr olurdu? Keçən dərs keçmişdik sizinlə. Bitkilər, heyvanlar, meyvə mulyajları, əmək alətləri, müvəqqəti qonaqlar, sakinlər və insan şəkilləri. Niyə? Çünki biz də insan, təbiətin bir varlığıyıq və təbiət bizim də evimizdir. Necə ki, balıqların, dovşanların, quşların, ağacların evidir, insanların da evidir. Yəni, insan da təbiətin bir parçasıdır anlayışını məsəl öyrətmək üçün. Bax, belə bir sual var idi. Dediyim kimi, indi sizə asan kimi görünsə də, testin içində, situasiyanın içində, yaxın variantların içində təbii ki, seçmək biraz çətin idi. Və bu mövzudan da xəbərdar deyildim, səhv eləmirəmsə, amma yazmışdım. Sonra müəyyənləşdirdim ki, həmin sual buradan düşüb. Deməli, deyir, açıqlıq, qapalılıq prinsipi, təbiətə açıqlıq var. Deyir, insanla təbiətin birliyi. Uşaqlara təbiət tək qrup otağında, yəni müxtəlif insanlı şəkilləri göstərməklə insanın da təbiətin bir parçası olduğunu göstəririk. Bu da təbiətə açıqlıqdır. Var mədəniyyətə açıqlıq. Bu mədəni müxtəlifliyə hörmətdir. Bayaq qeyd etdiyim kimi, fərqli ölkələr, fərqli dinlər, fərqli irlər, fərqli vətəndaşlıqlar və s. haqqında danışırıqsa, məlumat veririksə, bunu andıracaq hər hansısa bir material varsa qrupumuzda, bu mədəniyyətə açıqlıqdır. Cəmiyyətə açıqlıq var. Bayaq qeyd etdiyim kimi, bu yenə də sosial əməkdaşlıq, ünsiyyət bura aiddir. Uşaqlara ölkələrdə əməkdaşlığa, birgə fəaliyyətə cəlb ediriksə və mən konsepsiyası, mən formalaşması var, deyib öz daxilinə açıqlıq. Deməli, mən bunu, bu prinsiplərin hamısının tətbiq olunduğunu özəl bağça var Bakıda. Bağçalar şəbəkəsidir, böyük bir bağça şəbəkəsidir. Mən orada hardasa 4-5 ay özəl sektorda olmuşam. Orada var idi burada, deməli, qrupda uşaq güşəsi var idi. Mənim ailəm güşəsi, hər bir uşağın atası, anası, baba nənə ilə yaşayırsa, baba nənəsinin şəkli var idi. Mən gedən kimi, elə mən onlarla tanış olandan sonra uşaqlar məni əlindən tutub apardılar ki, gəl bax, deyir, bu mənim anamdır, bu mənim atamdır. Yəni, əslində qrup otağında deyir, uşaqların özlərinin ailələri ilə şəkilləri olmalıdır ki, bu mən öz dünyasına açıqlığı və mən konsepsiyasını formalaşdırır. Uşaq deyə bilir ki, bu mənim atamdır, bu mənim anamdır, bu mənəm. Tabii ki, daha aşağı yaşlı bu mənim babamdır. Bu açıqlıq, qapalılıq prinsipi. Uşaq özünü, ailəsini, yəni tanıya bilir, bunu ifadə edə bilir və onun da bu qrupun, bu kollektivin bir parçası olduğunu bilməsinə şərait yaradır. Belə bir prinsipimiz var və cins prinsipi var, hansı ki, uşaqların yaş və cins fərqlərinin nəzərə alınması prinsipi. Hökmən ki, biz qülkələr təşkil edərkən keçən və sizinlə tanış olduq ki, yaşlara nəzərə saxlamalıyıq. Hansı ki, aşağı yaş qruplarında hansı qülkə olmaz, yuxarı qruplarda hansı qülkə olmalıdır deyə ümumi məlumatımız oldu. Bir də cins məsələsi var. Bəzən biz bir fərqində olmadan uşaqlara cins ayrı seçkiliyi, yəni gender bərabərsizliyi tətbiq edirik. Məsəl üçün, Gəncik Gülşəsinin özündə, amma Gülşəni keçərkən qeyd edilmişdik ki, yəni oğlan kuklalar deyək də, belə deyək də, əskər kuklalar da Gəncik Gülşəsində yerləşdirməklə biz oğlan uşaqlarının da
yəni güşədən oynamasını təmin edə bilərik və yaxud da inteqrasiya edərək gəncliklər üçün evin tikilməsi, maşınlarla aparılması bu cins fərqlərinin nəzərə alınmasıdır. Və 8-ci prinsip səmərəlilik və məqsədə uyğunluqdur. Adından görüldüyü kimi bu prinsip deyir ki, həm geniş və rahat bir ortamda, estetik bir ortamda tərbiyəçi səmərəlilik və məqsədə uyğunluq prinsipini gözləməlidir ki, əlinə keçən hər materialı güşəyə qoymamalıdır ki, güşə bahalı bir mağazaya dönməsin. Bilirsiniz də material nə qədər çox olsa, biz uşaqlar bilmir ki, uşaqda nə ilə oynasın, düzdür? Az olsun, saz olsun, yəni doğru dildə. Niyə ki, biz dedik keçən dəfə sizinlə ki, konstruktor güşəsində, kitab güşəsində, digər güşələrdə də bir neçə material göz önündə olur. Digər materiallar isə harda olmalıdır? Bağlı rəfdə. Düzdür? Bax, bu elə səmərəlilik və məqsədə uyğunluq prinsipidir. Aldır müəllimlər, fəallığı stimullaşdıran, yəni uşaqların fəallığını stimullaşdırmalı, uşaqları fəal iştirakını təmin edəcək materiallarla zəngin güşə olmalıdır informasiya funksiyası daşıyıcısı, hansı ki, uşaqlar o güşədən, yəni həmin güşədəki materiallardan mütləq nəsə öyrənməlidirlər. Güşə olmalıdır, yəni qrup otağı söhbət gedir də, psixoloji sağlamlığı qorunması prinsipləri, funksiyasına riayət edən, hansı ki, uşaqların emosional vəziyyətdə təsir edən, materiallarla avadanlığı məzmunu, tərbiyəçi güşəni elə təşkil etməlidir ki, uşaqlar həm azad sahədə, həm də fərdi təklik güşəsində əlverişli fəaliyyətlə məşğul ola bilsinlər. Yəni, həm istəsə kollektiv oynasın, həm də birgə oynaya bilsin, həm də tək oynaya bilsinlər. Bu olacaq psixoloji sağlamlığın qorunması var. Təşkilati funksiya deyir ki, mühit mobil və dinamik olmalıdır. Yəni, keçən dəfə biz sizə demişdik, mobil və dinamiklik dəyişkən olmaqdır. Tərbiyəçi tez bir zamanda güşəni təşkil etməli, dəyişdirə bilməli, azaltmalı, çoxaltmağı bacara bilməlidir. Və mobil və təşkilati funksiya o deməkdir ki, əgər mən sujetli rollu oyun güşəsi təşkil edirəmsə, o güşədə mütləq sujetli rollu oyun paltarları, sujetli rollu oyunda istifadə edəcək resurslarla təmin olunmalıdır. Var tərbiyəvi funksiyası, bilirsiniz ki, tərbiyəvi funksiya hər bir mühitin, hər bir qrup otağının, hər bir inkişaf edici mühitin mütləq şəkildə bir tərbiyəvi əhəmiyyəti var. Bura bizim qrup otağımız da daxildir ki, uşaqlar orada əməkdaşlıq edirlər, bir-birinlə paylaşırlar, bölüşürlər, ehtiyaclarını qarşılayırlar. Eyni zamanda inkişaf funksiyası var. Hər bir material, hər bir fəaliyyət uşaqları inkişaf etdirir. Tərbiyəçi fəaliyyəti məzmununu aktual inkişaf zonasına uyğun təşkil etməli və uşaq qrupda yaxın inkişaf zonasında, yəni öyrənmə zonasında olmalıdır. Qrup nə zaman dəstəkləyir uşaqları? O zaman ki, tərbiyəçi qrupda yetərincə çevik olsun, çətinlikdən qorxmasın, uşaqların fərdi müxtəlifliyinə hörmət eləsin, kollektivlə əməkdaşlıq etsin, özünü qrupda inamlı hiss etsin, yenilikləri tətbiq etməkdən, təşkil etməkdən çəkinməsin, narahatçılıq keçirtməsin, açıq olsun yeniliklərə ki, biz o zaman inkişaf edici mühiti dəstəkləyici tələbini də qarşılaya bilək. Bax, belə bir funksiyası var bizim dəstəkləyici mühitin, daha doğrusu tələbləri var. Dəstəkləyici mühitə biz sizinlə təlimdə bərabər imkanların yaradılması olan o prinsiplərdə də danışmışdıq. Dəstəkləyici mühit dedikdə biz təlim-tərbiyə prosesində uşağın öyrənməsinin asanlaşdıran həm sosial inteqrasiyanı, fiziki rahatlığı, emosional dəstəyi nəzərdə tutmuşduq. Dəstəkləyici mühitdə bax belə bir şeydir, eynilə. Məhz biz uşaqların qrupda özlərini sağlam, rahat, rifahda hiss etməsini təmin etmək üçün bir neçə məqama diqqət eləməliyik. Nəyə diqqət edirik? Yanğın təhlükəsizliyinə. Bilirsiniz ki, burada S olmalıdır. Sanitar qovşaq sözü S düşməyib. Uçqa ilə yazarsınız onu. Sanitar qovşaq, yəni uşaqlar rahat olmalıdır bir sözlə. Necə ki, dəstəkləyici mühitin əslində pozulmasıdır. Yanğın təhlükəsizliyi təmin olunmalıdır.
Biz demirik, biz yanğın söndürən olaq. Deyir ki, təmin olmalı. Yəni hər hansısa bir tok, elektrik avadanlığı birisi olmamalıdır qrupda. Uşaqlar sanitar qovşağından, yəni belə də öz ehtiyaclarını rahat şəkildə ödəyə biləcək bir vəziyyətdə vərdiş halına öyrədilməlidir. Qrupun işıqlandırması yaxşı olmalıdır. Havalandırma sistemi bilirsiniz ki, gün ərzində bir neçə dəfə uşaqlar səhər-səhər bağçaya gəlinə qədər, günorta yuxusundan əvvəl, günorta yuxusundan sonra, axşam gəzintisindən sonra müəyyən bir neçə dəfə uşaqların, daha doğrusu otağımız, qrup otağımız havalandırılmalıdır və temperaturumuz yay, qış 22-23 dərəcə temperatur Selsi dərəcədə olmalıdır. Bu da bizim dəstəkləyici mühitimiz olacaq təşkili. Burada bir neçə məsələ var. Onlara oyuncaqlar haqqında keçən dəfə danışmışdıq. Oyuncaq hansı halda təhlükəlidir? Qeyd eləmişdik ki, oyuncaq aqressiv və qəddarlığı təhrik edirsə, yəni qrup otağındakı oyuncaq, qorxu, narahatlıq yaradırsa, uşağın psixoloji vəziyyətinə, asılılığına səbəb olursa və gerçəkliyi təhrif edirsə, yəni realda olduğu kimi deyilsə, bu oyuncaq olur təhlükəli. Bəs oyuncaq hansı halda faydalıdır? Təhlükəsizdirsə, cəlbedicidirsə, estetikdirsə, uşağın yaşına uyğundursa, çox funksionallıdırsa, ekoloji materialdan hazırlanmışdırsa və qablaşdırılmışdırsa, bu oyuncaq təhlükəsizdir.